Son vaxtlar Qubada kənd ərazilərində ayılara rast gəlinir. Yırtıcılar dəfələrlə sakinlərin xırda və iri buynuzlu heyvanlarını belə parçalayaraq tələf ediblər. Vəziyyət o yerə çatıb ki, artıq ayılar sakinlərə belə hücum edir. Belə ki, ayı təsərrüfat sahibinə hücum edib. Hadisə rayonun Qonaq kənd qəsəbəsində baş verib. Vladimirovka kənd sakini Azər İskəndərov xırda buynuzlu heyvanları yaylaqda otararkən yırtıcı heyvanın hücumuna məruz qalıb. Ayı onu yerə yıxıb, sürüdə olan itlər isə təsərrüfat sahibini yırtıcı heyvanın əlindən güclə xilas edə bilib. Ağaclığın içindən çıxıb hücum etdi mənə. Üzbəüz. İtlər qovladı. Yaxın məsafə idi. Yavaş-yavaş gedə-gedə Alaçatı tərəf getdi. Orada zəng edib qardaşım gəldilər. Hadisə heyvan qırağında olanda olub, baş verib. Heyvan qabağını qaytaran zaman ayı buna hücum edib. Hücum edib, ayı bunu tutub, caynağıyla elə bir qavrıqa hissələri, bir də ki, ayaq bud hissələrini zədələyib, yəni tutub parçalaması yerində dişlərini batırıb buraxıb. Şükür Allah, it olub qoyun qırağında, itlərin hürmə, itləri cumub, ayı buraxıb qaçıb belə, hadisə bu cür olub. Müxtəlif bədən xəsarətləri alan şəxs Quba rayon mərkəzi xəstəxanasına çatdırılaraq müxtəlif yardımlar göstərilib və evə buraxılıb. 16-10-2025-ci il tarixində saat 13:00 radələrində ayı dişləməsi səbəbilə bir nəfər kişi cinsli Quba rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1989-cu il təvəllüdlü şəxsə sağ budun və döş qəfəsinin çoxsaylı dişlənmiş yaraları diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirən şəxs ambulator müalicə üçün evə yola salınıb. Qeyd edək ki, son vaxtlar rayonda təsərrüfatlara ayıların hücum halları artıb. Sakinlərin xırda və iri buynuzlu heyvanlarını ayılar parçalayıb. Tez-tez ayılara kəndin içində belə rast gəlmək olur. Sakinlərə xüsusilə gecə saatlarında ehtiyatlı olmaq tövsiyə edilir. Emin Kərimov, Səs TV Xəbər, Quba.